أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Birini sevdinse ona sevgini bildir. Bu Allah'ın Resulü sallallahu aleyhi ve sellemin məşhur hadislerinden bir sitattır. Değerli dinleyiciler, elbette ki her bir şəxsin zihninde sevgi var ve nifrət var. Bu her şəxsə aiddir, her bir şəxsə. Sevgi var, nifrət var, qorxu var, cəsarət var, qəzəb var ve mülayimlik var. Her birimizde bunlar vardır. Biz sadece olarak hayat tərzimizə göre bunların hansını ise hayatımızda öne çekerek aktivləşdiririk ve hayatımızı bunun üzerinde kururuq ki, müasir dünyamızın inkişafında biz görürük ki, cəmiyyəti təkliyə, özünə çəkirlər. Yani özün əsassan, özün üçün qazan, özün ye, özünü düşün. Başkaları ile işin olmasın, nəyinə lazımdır, heç kəsə inanma. Bax, bu sözler bəzən həyatda yerine otursa da, filankəs düz deyir demiş olsa da, bu Allah'ın bizden istediği terbiye değil. Allah bizden bu terbiyeni istəmir. Allah bizden cəmiyyət olmaq tərbiyəsini istəyir. Cəmiyyət ol, toplu olun, sevin birbirinizi. Sen yedin, başkasını düşün. Sen sevindin, başkasını da sevindir. Vəziyyətin gözəldirsə, başkasının da vəziyyətinin gözəlləşməsinə çaba göstər. Güzəşt et, bağışla. Yani ki, Allah bizden tamamıyla fərqli bir şey istəyir. Amma bizim bugün müasir dünyamız ise insanları təkliyə çəkir. Bu sırf şeytanın metodikasıdır. Bəli, değerli insanlar. Sırf şeytandır ki, insanı təkliyə çəkir. Əvvəllər uşaqlar toplu oyunları severdi. Birliğe yığılıp toplu oynayardılar. Amma bugün uşaqlar toplu olsa belə hamı təkdir. Öz evində, öz otağında, qaranlıqda oturub, telefon əlində, hətta toplumda olsa belə təklik özü təkdir. Zehni, şuuru təkdir. Bu da gösterir onun gələcək həyatında da heç kəsi sevməməsinə, yalnız özü üçün çalışmasına. Allah ise bizden bunu istəmir. Bir gün Allah'ın Resulü sallallahu aleyhi ve sellem məsciddə oturmuştu. Bir şəxs ona yaxınlaşdı. Bu hadisi Enes bin Malik radiyallahu anhu rivayet eləyir. Və o deyir, mən Allah'ın Resulünün yanındaydım. Biri ona yaxınlaşdı, dedi, ya Resulallah, filankəsi barmağı ilə göstərdi, amma hədisdə o şəxsin adı keçmir. Filankəsi Allah üçün sevirəm. Bilmirəm nədəndir qəlbimdə, ona o kadar sevgi var ki. Allah'ın Resulü dedi, ona demisənmi bunu? O dedi, yox ya Resulallah. Niyə deyim ki? Sevirəm öz içimdə. Dedi, yox, belə deyil. Get, onu Allah üçün sevdiğini ona de. Çünkü sizler birinizə sevdiğinizin malumatını verdikçe ve onun da qəlbində sana karşı olan sevgi böyüyəcəkdir. Yani birbirinizi sevdiğinizi deyin, haber verin, deyir. O şəxs ayağa durur, gedir ona deyir. Filankəs, salamu aleykum. O deyir, aleykəssalam. Deyir, Allah şahiddir ki, mən səni Allah üçün sevirəm. O deyir, Əhəbbəkəl-ləzi əhbəbtəni ləhu. O Allah da səni sevsin ki,
sən ona görə məni sevirsən. Baxın, dəyərli insanlar, burada hədisin mətnində Allah üçün sevmək hissəsi ki var. Bu, sevginin ülvi olduğunu göstərir. Baxın, bizim bugünkü dərsimiz hazırlanmışdı toplum arasındakı sevgidən. Bir də var eşq. Yəni bu eşq dərsi deyil. Yəni eşq nədir? Sevgi nədir? Eşq elə sevginin bir hissəsidir, amma əks cinslər tərəfində baş verir. Bunun nəticəsində ailə qurulur, övlad dünyaya gəlir. Ona deyirlər eşq. Və bəzi cahillər eşqi qarışdırıblar. Baxarsan kişidir, deyir mən filan kəsin aşiqiyəm. Kişi kişiyə aşiq olmaz. Bu haramdır, günahdır. Çünki eşq qarşılıqlı sevgiyə deyilir. Yəni bu əks cinslər arasında baş verir. Dərsimiz isə sevgidən, məhəbbət. Bu Allaha da olur, anaya da olur, övlada da olur, əşyaya da olur, hər nəyə olur. Bizim bugünkü dərsimiz toplum olaraq, cəmiyyət olaraq, ailə olaraq, nəsil olaraq biri-birimizi sevək. Biri-birimizə sevgilərimizi bildirək. Sevərkən gizli sevmə. Çünki sevgi qarşılıqlı olmadı, istər-istəməz zamanla soyuyur. Zamanla soyuyur. Çünki əks tərəf də bunu bildikdə, onun da sənə qarşı olan duyğularının dəyişməsi, daha doğrusu güclənməsi, sizin ikinizin aranızda olan dostluq, qohumluq, qonşuluq, iş yoldaşlığı, sevgisi yüksələcəkdir. Çünki hər bir şey diqqət edilməklə gözəlləşir. Sigmund Freud demiş ki, diqqət edilməyən hər şey ölür. İstər sevgi olsun, istər sağlıq. Bəli, yəni hər bir diqqət olunmayan bir şey ölür. Boş-boşuna sən bir tərəfli sevirsən, sonra ondan bir hərəkət görürsən, onunla da sevgin heyif olur, hədər olur. Amma ona bildirəndə mən səni Allah üçün sevirəm, onun da sənə olan diqqəti artır və beləliklə də biz biri-birimizi sevmiş oluruq. Necə ki Allah Qur'an-ı Kərimdə də Hucurat surəsi 10-cu ayədə buyurur ki, İnnəməl müminunə ixvatun. Həqiqətən də mümin kişi və qadınlar biri-birinin bacı və qardaşlarıdır. Təsəvvür edirsinizmi? Bacı qardaş nə deməkdir? Yəni, sən onu doğma kimi sevəcəksən. Doğmanı necə sevirsən? Hər nəyinə güzəşt edirsən. Bax, dostluq da belə olacaq. Sevgi də belə olacaq. Sən müsəlmansansa, möminsənsə, qarşı tərəfə qarşı olan sevgini ona bildir ki, o da səni sevsin və nəticə olaraq biz biri-birimizi sevən bir toplum olaq. Sevginin faydası çoxdur. Sevginin faydası çoxdur. Həqiqətən də bu belədir. Misal üçün, biri sevdisə birini, sevən insanın qəlbi həmişə fərəhli olur. Fikir verərsiniz. Baxın, nifrət edən insan var, ha. Onun hey qaşları düyünlüdür. Alnı qırışlıdır. Üzündə hey soyuqluq var. Ona sevgi ilə yaxınlaşırsan, o gözünü süzərək sənə baxır. Əlini parmaq hissəsini uzadaraq səninlə görüşür. Çünki o şəxsin içində sevgi yoxdur. Ona deyirlər, daş üzlü insan. Yəni bu insanın üzündə sevgi dizgisi yoxdur. O isə sevgi dizgisi olan insan. Onun üzünün çöhrəsi gözəl olur. Çünki onun qəlbində həmişə mərhəmət var, sevgi var. Ona görə də onu aldatmaq asandır. Deyirlər aldadandan sonra, bu nə saf adamdır. Öz aralarında gülürlər. Ey sevən insanı aldadan insan. Bilginən ki, sən uduzmusan. Aldanan, sevən insan isə heç vaxt uduzmamışdır. Heç vaxt. Çünki sən sevdiyinə görə Allah yanında
Allah da səni sevir. Və Allah da qudsi hədisdə buyurmuşdu. Kim Allah üçün sevərsə, Allah Cəbrailə səslənərək deyər, ey Cəbrail, mən filənkəsi sevirəm, sənə də vacib oldu, onu sev və get bunu hamına xəbər ver. Və Allahın Rəsulu deyir, Cəbrail enərək bütün mələklər toplumuna enərək səslənər, ey Allahın mələkləri, filənkəsi Allah sevir və hamınıza sevməyə əmr edir. Və onlar da səni sevməyə başlayar. Təsəvvür edirsənmi? Səni ruhani aləmdə sevirlər. Allah sevir, onun mələkləri sevir. Bundan sonra sənə biri xəyanət eyləsə nə edər ki? Və yaxud da ki, sevginin qarşılıqlığını görməsən, sənə nə olar ki? Heç nə uduzmamısan, ey insan. Sən sev, sənin içində sevgi olsun. Sənin qəlbin rahat olacaq. Sən hətta xəyanəti görəndə belə, hətta gözündən ayrılıq göz yaşı gəlsə belə, dostundanmı, bacı qardaşındanmı və yaxud da ki, digər sevdiklərindən bir xəyanət görsən belə, sənin gözündən ona qarşı olan sevgi göz yaşları gələcək. Onunla yaşadığın gözəl günləri xatırlayıb da deyəcəksən, heyf. Heyf o cür insandan, o cür sevgimizdən artıq o məni sevmir. Bax, sənin hətta acı günün belə gözəlliyi ilə tamamlanacaq. Çünki sənin içində sevgi mərhəməti var. Ona görə də sevməyin qəlbə olan faydası budur. O qəlbi fərəhləndirir. Sevginin başqa faydası odur ki, insan sevdiği adama qulaq asır. Onu dinləyir. Çünki onu sevir. Heç ola bilsin ki, ona yaxşı məsləhət vermir. Amma onu sevdiyinə görə o düşünür ki, o bilir ki, özü də həqiqəti bilir. O onu sevirsə, heç vaxt yalan danışmayacaq. Heç vaxt onu uçuruma atmayacaq və ona doğru məsləhəti verəcək. Birdən əks tərəf sənə xəyanət eyləsə, yəni sən demə, sən onu sevirdin, o isə səni yanlış istiqamətə yönəltdi. Əslində belə olmayacaq, amma birdən olsa nadürüst bir insandır, belə bir addım atsa da, sən onu sevdiyinə görə, ona inandığına görə uduzmayacaqsan, ey insan. Allah sənin o uduzmağını gözəl bir mükafat ilə nəticələndirəcək. Yetər ki, səbirli ol. Necə ki, Qur'an-ı Kərimdə Rəbbimiz buyurur, Lə təhsən innallaha ma'ana. Abu Bakr radiyallahu anhuya görə nazil olmuşdur bu ayə. Kədərlənmə, Allah bizimlədir ayəsini Allah endirdi. Abu Bakr radiyallahu anhu narahat idi ki, düşmənlər bizi tapacaqlar, Allahın Rəsulunu da və məni də öldürəcəklər. Allah bu ayəni endirdi. Kədərlənmə. Allah sizinlədir. Resulullah deyir, Allah bizimlədir. Yəni, Allah səninlədir, ey düz insan. Nəyin narahatlığıdır səndə? Sən düzsənsə, dinlə, sevdiyi dinlə və onun xeyrini görəcəksən. Bəli, sevməyin faydalarından biri odur ki, biz sevdiyimizi dinləyirik. Sonra sevdiyimizin nöqsanlarını görmürük. Əslində onda nöqsan var, görmürük. Misal üçün, gözü çəpdir, o sənə gözəl görünür. Yanaqda qəmzə olur bəzi insanlarda. Yanağın qəmzəsi, yəni yanaqda batıq. Əslində tibbə görə yanaqda batıq nöqsandır. Onun yanaq bir sümüyü əskikdir, doğuşdan olur o. Çanaqda bir oynaq sümük vardır, o sümük kimdə yoxdursa onun qəmzəsi olur. Yəni yanağında qəmzə olur. Tibbə görə bu nöqsandır. Amma sevənlərə görə isə bu ən gözəl xatırlamadır. Çünki sevənlər insanları bəzən nöqsanlarına görə belə xatırlayır, onun yanağının qəmzəsi. Halbuki yanağın qəmzə olması nöqsandır, amma o sevən üçün gözəllikdir. Bax, belə olur, sevginin faydası budur. Nöqsan olsa belə sənə gözəl görünəcək.
Nə desə inanacaqsan. Deyir, inanırsan. İnsanlar niyə inandı ki, Allahın Rəsulu göyə uçub? Bu nə deməkdir ki, insan göyə necə uça bilər? İndi göyə uçmaq üçün 40 il dərs keçirlər, nə qədər idman keçirlər və nələr hazırlayıb göyə gedirlər. Hələ də biz inanmırıq göyə getməyinə. Şəxsən inanmırıq. Yenə deyirik ki, bizi aldadırlar. Heç Ayazada getməyiblər. Elə buralarda bir yerdədirlər. Bizə yalan danışırlar. Hələ də inana bilmirik. Hələ bu günlərdə 1400 il bundan qabaq Allahın Rəsulu dedi ki, mən göyə getdim. Göy deyəndə ay, ulduz yox. Rahman və Rahim Allah ilə görüşə getdim. Bu bütün varlığın sonu deməkdir. Ora bugünkü hesabla milyard illərlə işıq ili getmək lazımdır. Amma Allahın Rəsulu dedi, mən oraya getdim. Əbu Bakır dedi, hələ özü də Allahın Rəsulundan eşitməyib. Kənardan dedilər ki, sənin dostun belə deyir. O dedi, o deyirsə getmişəm, deməli gedib. Vəssalam. Bax, budur sevgi. Qeyri-adi hər nəyi gerçək eləyir. Səni inandırır. Çünki o Allahın Rəsulunu sevirdi. Bilirdi ki, sevdiyim yalan danışmaz. Sonra xəta etsə belə, sən sevdiyimin xətasını, hətta xətasını gülüşlə bitirəcəksən. Gülüşlə. Nə qədər olur, sevdiyin birisi sənə zərər verir, amma sən gülürsən. O sənin maşınını əzib, qiymətli maşınını vurub divara, o hadisəni gülərək danışırsan. O necə maşını divara vurdu, necə zədə verdi sənə və yaxud da ki, səni toxundu, səni yıxıtdı, sən yıxıldın, üstü başın batdı, amma gülməkdən qəhqəhə çəkib gülürsən. Niyə? Çünki sənin başına bu oyunu gətirən sevdiyindir. Bax, sevgi gör həyatı necə gözəlləşdirir. Sevməsəydin necə? Sənin əlindən sarfeti yerə salsaydı, başına çığırıb deyəcəkdin. Fikir ver də, korsan. Niyə? Çünki sevmirsən. Bax, sevməsən, qəpiyinə görə belə intiqam alırsan. Sevsən, dünyavi itirsən belə, zövq ilə onu danışırsan. Ona görə dəyərli insanlar, Allah və Rəsulu bizə sevməyi tövsiyə edir. Və özü də sevmək var ikən, mümkündür sevməksə, niyə nifrət etməliyik ki? İçimizdə sevgiyə yer var ikən, niyə ora nifrəti doldurmalıyıq ki? Halbuki nifrətli insan var ha, o sevgisiz insan var ha, daş üzlü insan. Onu ondan başqa, özündən başqa sevən yoxdur. Heç kəs onu sevmir. Hətta onun bəlkə də valideyni belə bu nə yaramaz övlad oldu deyə keçir üstündən. Çünki sən sevməsən, səni sevməyəcəklər. Sən niyə belə düşünürsən ki, mən sevməyim, qoy mənim nazımı çəksinlər. Bax, dəyərli insan, naz çəkmə aşiqlər arasında olur. Qarışdırmayın bunu. Bir qız bir oğlana naz edər. Bu oğlan onu sevgisindən, onun nazı ilə oynayaraq nəticədə sevgini bərpa edir. Bu sevgidə baş verir. Bu eşqdə baş verir, üzr istəyirəm. Sevgidə deyil, sevgi qarşılıqlıdır. Sən qonşuna naz etsən bir dəfə, 2 dəfə, o səndən üz döndərəcək. Deyəcək, niyə mən onun qabağında alçalmalıyam ki? 1 dəfə, 5 dəfə, 10 dəfə, niyə sənə bu qədər güzəşt etməlidirlər? Deməli, sən nifrətini boğmalısan. Nifrət baxmayaraq ki, insanda hər bir şəxsdə var. Nifrət var. Ən sevimli adamda da nifrət var. Ən mərhəmətli adamda da nifrət var. Rasullahda da nifrət olub. Rasullahda nifrət olub, şeytana nifrət eləyib. Rasullahda nifrət olub, zina edən insana və yaxud da ki, böyük günahı edən insana o hərəkətinə nifrət edib. Və onu ondan çəkindirib, çəkinməyibsə onunla döyüşüb, vətənə xəyanət edənə nifrət ediblər, boynunu vurublar vətəni xaininin. Çünki vətənə xəyanət bütün namusa xəyanətdir. Yəni, bəzi günahlar vardır, biz ona nifrət edirik. O əməli sevmirik. Bəli, nifrət də təbiidir, yerində olanda faydalı olur. Amma insanlığa deyil, dünya işlərinə görə nifrət etməzlər. O mənim pulumu itirdi. Buna görə nifrət etmə. Ona görə sən onu sev.
İnan ki, itirdiyindən qat-qat artığını tapacaqsan. Və ona görə də dəyərli insan, buna varsa, yer varsa, əgər sevgiyə yer varsa, nifrətə yer saxlama. Çünki nifrət səni öldürür, sevgi sənə həyat verir. Axı bəzən insanlar deyir, yox mən ona yaxşılıq edirəm, o mənə pislik edir. Mən ona nə qədər yaxşılıq etmişəm, mənim dalımca danışır. Dəyərli insan, hələ dalımca danışmaq sözünü yavaş-yavaş təhlil elə. O mənim arxamca danışır, deyirsən. Arxa nə deməkdir? Deməli, o səndən geridədir. Sən ondan irəlidəsən ki, o sənin arxanca danışır. Yəni, o sənin arxandadır. Deməli, sənin arxandadırsa, sən yoluna get, sən irəli get, yaxşı işlər gör, qoy elə arxanca danışsın. Ya sonunda təslim olub dostun olacaq və yaxud da ki, qoy elə pis olaraq arxanda qalsın. Arxanda qalanlara görə sən irəlidə olanları məhv etmə. Səni irəliyə sevgi aparacaq. Sevgi səni yüksəldəcək Allaha tərəf. Nifrət isə səni aşağı salacaq şeytana tərəf. Sel gedər, daş qalar. El gedər, qardaş qalar. Atalar deyib. Bəli, hər nə keçir gedir. Amma qardaşlıq qalır. Sən sevdinsə, birinə qarşı məhəbbətin oldusa, onunla sənin arandakı qardaşlıq qalacaq. İllər keçir, maddi vəziyyətimiz dəyişir, yaşımız dəyişir, amma sevdiklərimiz qalır. Niyə? Çünki sevmisən və səni sevib. Bunlar qalır, heç biri qalmır. وَالَّذ۪ينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلّٰهِ Bakara suresi 165. Həqiqətən də əsli sevgi Allah üçün sevməkdir. Allah üçün sevgi ən yüksək sevgidir, Allah deyir. Allah üçün sevmək, Allahı sevmək, Allah üçün sevmək, bu ən gözəl sevgidir. Bunu özümüzdə yaradaq, içimizdə yaşadaq. Bu da belə bir şeydir ki, gəldisə əbədi səninlə qalmır. Hər an şeytan onu səndən almağa çaba göstərəcək. Sən birini sevirsən, hey şeytan sənə onun bəzi əməllərini göstərəcək ki, o sənə bunu etdi, onu etdi. Sən daima sevgini yüksəlt ki, şeytanın sənə gücü çatmasın və Allah da səni qoruma altına salsın. Bəli, dəyərli insanlar, sevgi ilə yaşa ki, sən də seviləsən. Sevildinsə, dünyada da var olacaqsan, ölümdən sonra da var olacaqsan. Hər dəfə xatırlananda ən gözəl insan kimi xatırlanacaqsan. Hətta vaxtı ikən səni sevməyən insanlar belə, bəlkə də məzarının üzərində peşimançılıq göz yaşı tökəcəklər. Və kimsə deməsin, məndən sonra onun tökəcəyi göz yaşı nəyimə lazım? Heç vaxt. Bu, həqiqətən də bilim və nadanın sözüdür. Bilən adam isə bilir, vardır onun faydası sənə. Sən öldükdən sonra dünyadan xəbərin olmur. Amma Allah istəsə, sənə bir xəbəri gətirə bilər. Məgər sən Rəbbivin huzurunda olanda, sənə xəbər gəlsə ki, filan düşmənin məzarının başında göz yaşını tökür və Allahdan af diləyir, sən nə deyərsən? İnanıram ki, deyərsən, Allahım onu bağışla. Çünki sən sevərək dünyavı dəyişdin. Bəli, sevərək yaşayaq, sevərək ölək ki, çünki sevgini yaradan Allah bizi yalnız bununla gözəl qarşılayacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.